Cərimə zərbəsi yerinə yetirəcək komandamız Vobay topun arxasındadır. Vobay! Top dirəkdən döndü. Çox təhlükəli bir vəziyyət və bu epizodda Apoelin bəxti gətirdi. Julius Vobay möhtəşəm bir zərbə ilə Apoel dirəyini silkələdi. Hücumlarımız davam edir amma Apoelin sağ cinahında bir boşluq var. Cavid topladı. İmamverdiyev irəliləyir. Cavidin zərbəsi və gol! Gol! Hesab açıldı. Kiper sustu, stadion sustu və bir anlıq sükut çöktü. Amma bu qolu Neftçi indi vurmadı. Çoxdan bişirilmişdi bu qol və sadəcə onu qapıdan keçirməyə lazım idi. Top Cavidin ayağına yazılır amma son toxunuş Sadiqovdan idi. Hər halda kimin adına yazılmasından asılı olmayaraq bu Neftçinin qoludur və Azərbaycanın qoludur. Qol, təkrar baxırıq. Sadəcə möhtəşəm, mükəmməl bir qol və öndəyik. Neftçi yenə hücumdadır. Bu dəfə də Vobay istiqamətinə ötürülür top. Vobay və gol! Gol! Fantastik bir gol, möhtəşəm bir zərbə və mükəmməl bir qələbəyə doğru daha bir addım. Julius Vobay. Neftçi artıq Avroliqanın qapısını araladı. İntiq alır, sona qədər dözmək. Təkrara bir də baxırıq. Sadəcə möhtəşəm. Lazım olan anda etdi. Vobay və hesab arasındakı fərqi artırdı. Neftçinin 10 nömrəli futbolçusu. Artıq Neftçi tamamilə sükuta qərq eləyə bilib. Kipr və stadionu demək olar ki, səs eşidilmir və belə lazımdır. 2-0 bu möhtəşəm bir üstünlükdür və bunu qaçırmaq olmaz. Apoelin cavab həmləsi. Asma edilir, qapçı Staminkovic ilə təkbətək qalır oyunçu. Zərbəni qapçımız qaytarsa da, top qapıdadır. Yenə müdafiəmizdə kobud səhv və fərq azaldı. Amma üzülməyə dəyməz. Hətta daha bir qol buraxsaq belə, yenə də Avroliqaya biz daha yaxın olacağıq. Gəlin hadisələri qabaqlamayaq. Qola bir də baxırıq, təkrardan bizə göstərirlər. Rejissorlar bir qədər diqqətli olmaq lazım idi və susmuş, sükuta qərq olmuş stadionu oyatmaq lazım deyildi. Artıq stadion və Kipr ümidlənib və bu ümidi indi puça çıxarmaq zamanıdır. Apoel daha bir hücum təşkil etmək istəyərkən səhvə yol verir. Flavinio əks hücumda yaxalanıb Kipr komandası. Topu əks cinaha da ötürmək olar. Burada iki futbolçumuz var. Flavinio özü irəliləyir. Flavinio bir rəqibini gözəl fəndlə geridə qoyur. Flavinio və budur gol! Bu da 3-cü gol və indi əminliklə Avroliqa qoxusunu içimizə çəkə bilərik. Biraz bədii, poetik və romantik dildə desək. Əhsən sənə Neftçi, afərin uşaqlar, etməli olduğunuzu artıqlamasıyla edirsiniz bu oyunda. Kiprda komandamız 2 top fərqi ilə üstündür. Bu isə o deməkdir ki, biz Avroliqaya yaxınıq və tariximizdə ilk dəfə bu uğura imza ata bilərik. Kipr təmsilçisi ölmüş, ümidinin xortlayacağına inanır, asma edilir. Zərbə, top dirəkdən döndü. Hücumsa davam edir, daha bir ötürmə, yox. Müdafiəçimiz topu meydançadan çıxardı və Neftçi əminliklə deyə bilərik ki, Avroliqadadır. Azərbaycan futbolunun tarixi anı, futbolumuzun uğur zirvəsi Kiprda fəth edildi. Əhsən uşaqlar.